Dünən xəbər yayıldı ki, Kürdəmirin Sığırlı kəndində 100 nəfərdən artıq kənd sakini magistral yolu bağlayıb. Rəsmi mövqe belə oldu ki, Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində bir qrup şəxsin yolun intensiv hərəkət olan hissəsində təhlükəli küçə ticarəti fəaliyyətinin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəsmi açıqlaması da gəldi. Həmin şəxslərə qanunvericiliyə uyğun olaraq profilaktik iş izah edici söhbətlər aparılmaqla avtomobil yolunda həmin əməlin insan həyatı və sağlamlığı üçün təhlükəli olması onların diqqətinə çatdırılıb. Respublika əhəmiyyətli avtomobil yollarında qanunsuz ticarət fəaliyyəti hərəkətdə olan sürücülərin, sərnişinlərin də həyat və sağlamlığı üçün təhdid yaradan təhlükədir, qəza riskini artırır. Küçə ticarəti yalnız müəyyən olunan yerlərdə və qaydalara uyğun şəkildə həyata keçirilməlidir. Bəs orada nə baş vermişdi və bu ictimai rahatsızlığın əsas səbəbi nə idi? Kənd sakinlərindən aldığımız xəbər əlbəttə ənənəvi rəsmi yalanlardan bir qədər fərqlidir. Bir şəhid anası qonşu kənddən gəlib orada pendir satırmış. Rəsmi polislər də uzun zaman buna səbir və dözümlə yanaşdıqdan sonra nəhayət şeytanın qıçını qırmaq qərarına gəliblər. Şəhid anasına yaxınlaşıb ondan 50 manat ticarət haqqı tələb ediblər. Qadın polisləri rədd edib onlara qəpik də verməyəcəyini deyib. Bu mübahisə və polislərin qadına qarşı kobud davranışları yaxınlıqdan keçən adamların diqqətini cəlb edib. Kənd sakinləri də oraya toplaşmağa başlayıblar. Stixi bir etiraz aksiyası yaranıb. Xüsusilə əlavə edim ki, Daxili İşlər Nazirliyinin xəbərindəki yalanlardan daha biri küçə ticarəti faktı ilə bağlıdır. Həmin şəhid anası pendiri yol qırağında yox, konkret həyətlərə daxil olaraq satırmış. Çünki belə görünür bu kənddə qadın pendir üçün bəlli müştərilər toplayıb və gətirib həyətlərində onlara çatdırır. Polisin də xoşuna bu gəlməyib ki, sən öz müştərilərinin həyətlərinə qədər gəlib onlara pendir sata bilirsənsə, bunun üçün asayiş keşikçilərinə borclu olmalısan və borcunu ödə. Başqa məntiq yoxdur. Mən polis məntiqini nəzərdə tuturam. İkinci polis məntiqi ilə də dəyənəklər işə düşüb. Çünki bu olaya görə toplaşmış şəxslər arasında bəziləri bir qədər daha aktiv davranıblar və polislə mübahisəyə giriblər. Polislərə xatırladıblar ki, bu qadın şəhid anasıdır. Bu kənddə də konkret müştəriləri var və özünün öz evində düzəltdiyi pendiri gətirib burada müştərilərinə təhvil verərək hələ salamat qalan övladlarını yaşadır. Bu mübahisə polisin xoşuna gəlməyib. Həmin şəxslərdən bir neçəsini döyüblər, bir neçəsini də polis idarəsinə aparıblar ki, şəhid anasından ala bilmədikləri rüşvəti, pendir pulunu onun müdafiəçilərindən alsınlar. Sığırlıda baş verən münaqişə pendir satan şəhid anası ilə pendir pulu tələb edən polislərin arasında yaranmış mübahisədən başlayıb. Şəhid anasının pendir satmaq imtiyazı yoxdur axı. Onun işi oğul böyütmək, vətənin dar günündə müharibəyə göndərməkdir və salam. Polislərin bu məntiqinin hardan və kimdən qaynaqlandığı isə bizim sizinlə aramızda sirr olaraq qalsın, eləmi? Bir də gördünüz, İlham Əliyev təzədən çıxıb dedi ki, o münaqişədə ən ləyaqətli davranan tərəf polis olub, çünki pendir satışına görə rüsum tələb etmək polisin qanuni haqqıdır.